Deməli, bir dəfə məsciddə əyləşmişdi. Dostlardan biri Axunda sual vermək istədi. Dedi, acı bir sualım var sizə. Axund da dedi, buyur. Dedi ki, hacı, mən sübh namazına oyanmaq istəyirəm. Buna görə mənə bir tövsiyə verin. İndi hamımızı diqqətlə Axunda qulaq asırıq və zehnimizdə düşünürük ki, indi Axund deyəcək ki, filan əməli elə və ya filan ayəni oxu və ya filan zikri bir neçə dəfə deyil, sübh namazına ayılacaqsan. Ancaq Axund hamımızın gözləntilərinin əksini olaraq ona dedi. Sübh namazına oyanmaq istəyirsən, zəngli saatı qur və dur. Yəni bu qədər bəsit, yəni belə olarmış. İndi nə demək istəyirəm? Qüdrətli Bruce filmi var. Jim Carrey o filmdə oynayır. Orada bir epizod var ki, oturur kafedə, ona ilahi qüvvə verildiyi üçün bu qüvvədən suyu istifadə etməyə başlayır. Qarşısındakı şorbanı 2 hissəyə bölür. Ona deyilir ki, ay Bruce, bu şorbanı 2 hissəyə bölməyin qeyri-adi hadisə, möcüzə deyil. Bu sadəcə fokusdur, sehirbazlıqdır. Əsl möcüzə odur ki, bir ana 2 işlə işləyir. Eyni halda öz övladını məşq aparır. Və yaxud möcüzə odur ki, bir gənc yeniyetmə kəs narkotiklərə yox, elmə təhsilə hə deyir. İnsanlar sanki istəyirlər ki, onların əvəzinə hər şeyi Allah etsin. Əslində insan unutmamalıdır ki, möcüzə insandan kənarda deyil, möcüzə insanın içindədir. Yəni, əgər bir möcüzə axtarırsansa, qeyri-adili axtarırsansa, hər bir şeyi Allah sənin öz içinə qoymuşdur. Möcüzə elə sənsən.